Salam hər kəsə, Nərgiz Nəcəf, sınaq 65. Other, another, the other, others, the others testlərini işləyirik. Birlikdə hər şeydən öncə birinci biz onların xasiyyətini bilməliyik. Yəni necə isimlərlə işləyirlər yaxud işləmirlər. Other özündən sonra həm sayılan cəm isimlərlə, həm də sayılmayan isimlərlə işləyir. Another zaten an article orada açıq-aydın görsənir, özündən sonra yalnız sayılan tək isim qəbul edir. The others və others isə bunlar ümumiyyətlə isimlə işləmirlər. Yəni other və belə deyək, the other-ı isimlə birlikdə əvəz edirlər. The others'dan sonra ümumiyyətlə isim gəlmir. Another dedik, qaldı the other. The other belə deyək, qarşısında müəyyənlik artiklı var. Bəzən cümlədə iki isimlə danışılır, onlardan birinə işarə edir. Bəzən ümumiyyətlə ondan sonra sayılan tək, hətta sayılan cəm isimlər də gələ bilər. Burada artıq biz tərcümədən istifadə etməliyik. Yəni əgər müəyyən isimlərdən danışırsa, açıq-aşkar müəyyən isimlərdən söhbət açılırsa, biz orada gərək the other istifadə edək. Birinci testə baxırıq. I had a terrible quarrel with my ... brother. Təbii ki, biz burada 3 nöqtədən sağdakı ismə diqqət etməliyik. Açıq-aşkar isim gəlib deyə others və the others getdi. A, D və Y variantları qaldı. Burada diqqət olunması məqam may əvəzliyi idi. Gördüyünüz kimi burada may yəlik əvəzliyi var və biz bilirik ki, yəlik əvəzliklərindən sonra, yəni my, your, their bunlardan sonra ümumiyyətlə artikellı ifadə gələ bilməz. Ona görə cavabımız A variantı. İndi bəzi uşaqlarda sual yaranır ki, burada necə oldu sayılan tək isim gəlib? Baxın, biz other'ın qaydasını dedik. Other'ın xasiyyəti budur ki, özündən sonra sayılan cəm və sayılmayan isim gəlir. Lakin burada bir nöqtə var. Bu other əslində elə another'dır. Sadəcə my əvəzliyinə görə article düşüb. İkinci test. My ... sister lives in the United Kingdom. Yenə sayılan tək isim gəlib, amma diqqət olunması məqam my əvəzliyi də burada var. Deməli, biz həmin qaydaya görə A-da others yazıb getməlidir, isimlə işləmir. The others isimlə işləməz. Həmin my əvəzliyi qaydasına görə B və dadaş variantı da gedir. Ona görə cavabımız burada A-da olacaq. Üçüncü test. Jeremy is at home. Jeremy evdədir. Yenə görürsünüz, baxın burada yəlik qoyub. Yəni deməli siz bu əvəzlikləri işləyərkən diqqət eləməlisiniz ki, 3 nöqtədən sağda isim var, yoxdur o öz yerində. Lakin burada 3 nöqtənin solunda yəlik ola bilər, no ola bilər, negativ. Bəli, biz bunlara görə diqqət edək. No-dan da sonra article gəlməz. Yenə həminki qaydaya görə others'dan sonra isim gəlməz, the others'dan sonra isim gəlməz və our-dan sonra article əvəzlikləri də atacaq, qaldı C variantı. Dediyimiz kimi bu əslində another'dır. Dördüncü testə gəldik. I love this city, there is no place. Dediyimiz 4-də özünü göstərdi. Sayılan tək isim gəlib. Gördüyünüz kimi isimsizlərə atırıq və doğudan sonra article gəlməz deyə A, B və D də getdi, qaldı C variantı. 5-ci test. John has no friend. Həminki şablon testdən daha biri, yəni 4-ün təkrarıdır. Bəli, isim gəldiyinə görə isimsizləri atırıq və no-dan sonra artikıllar gəlməz. Cavabımız Y variantı. 6-cı test yenə həminki qaydadadır. Bu testlər öyrətmə məqsədi ilə bizə öyrədir ki, biz nələrdən istifadə edə bilərik. Choice seçim. Gördüyünüz kimi tək isimdir. Burada həmçinin no var. Diqqətli olmalıyıq. Others və the others ismə görə getdi. Artikıllar da atacaq. Cavabımız A variantı. Bəli, 7-yə davam edirik. There is furniture. Gördüyünüz kimi burada sayılmayan isim var və solunda yəlik əvəzliyi və yaxud no inkarlığı yoxdur. Ona görə də isimlə işləməyənləri atacaq. Other, the others getdi. Sayılmayan isim olduğuna görə another getdi və the other da sayılmayan isimlərlə işləməz. Ona görə cavabımız A variantı olacaq. Other furniture. 8. Do you have luggage? Eyni 7 kimidir. Sayılmayan isim gəlib. Solunda da gördüyünüz kimi baxın, have-dan sonra biz
Ümumiyyətlə my, your yaxud no görmürük, yəlik və yaxud no görmürük. İsimsiz olanları atırıq, yəni others, the others isimlə işləməz. Another sayılan tək isimlə işləyir, the other da ümumiyyətlə sayılmayan isimləri verilmir. Ona görə cavabımız yenə C variantı A-da olacaq. The house on side of the river was built of stone. Bəli. 3 nöqtədən sonra sayılan tək isim gəlib. Burada nöqtə budur ki, biz diqqət etməliyik burada tərcüməyə. Normalda sayid sayılan tək isimdir bildiyimiz kimi, tez onu görən kimi abituriyentlər A-ya yönəlirlər. Amma burada bir məsələ var. Ən qeyri-müəyyənlik artiklıdır. Yəni tərcüməyə diqqətli olmaq lazımdır. B variantı və C variantı dediyimiz qaydalara əsasən isimlə işləməz. Ona görə atılır. Ümumiyyətlə A-da sayılan tək isimlərlə işləməz. Belə getdi. Qaldı A-na Y. Bəli, biz burada diqqətli olacaq ki, cavab burada Y olacaq. Səbəbi isə dediyimiz kimi. Tərcüməyə baxırıq. The house on the other side of the river. Çayın digər kənarında olan ev tikilib daşdan. Burada açıq-aşkar çay kənarında tikilən evdən söhbət olunur və o müəyyən vəziyyətdədir. Müəyyən. Görürsünüz, evdən danışılır və hansı ev çayın kənarında olan ev. Yəni qeyri-müəyyən bir vəziyyət, qeyri-müəyyən bir hal yoxdur. Özü də hansı digər tərəfində. The other side of the river. Açıq-aşkar deyir ki, çayın digər kənarında olan, digər sahilində olan ev. Burada müəyyənlik söhbəti var. Ona görə abituriyentə ən çox burada ilişirlər, çaşırlar. Sayılan tək isim görən kimi tez analiza verirlər. Həmişə belə olmur. Gördüyünüz kimi bizim cavabımız burada the other oldu. Onda da the supermarket is on side of the street. Supermarket küçənin o biri tərəfində, o biri yanındadır. Görürsünüz, açıq-aşkar others var. Other sayılan cəm isimlərlə işləyir. Görək bu biri tərəfdə nə var? Another var, the others var. Bildiyiniz kimi the others da biz ora verə bilmərik. Another da verə bilərik, amma tərcüməyə baxacaq. Görək ki, tərcümə nədir bizə? Eyni 9 tipli test olduğuna görə biz burada the other verəcəyik. Təbii ki, çünki dediyimiz tərcüməyə əsasən müəyyənlik var burada. Qeyri-müəyyən bir vəziyyət yoxdur. Hər hansı bir tərəf, hər hansı bir çayın hər hansı bir yanı demir, kənarı demir. Yaxud küçənin hər hansı bir tərəfi yanı demir. Açıq-aşkar deyir. Supermarket küçənin o biri tərəfindədir. The other side. Ona görə tərcüməyə əsasən biz bildik ki, burada müəyyənlik bir hal, vəziyyət var. 11-ci testə davam edirik. I go to school on Monday and Thursday. I work on days of the week. Gördüyünüz kimi burada days sayılan cəm isim gəlib, others və the others ümumiyyətlə isimlə işləməlidir. Üzrsən isimsiz işləyirlər, ona görə A və D variantları gedir. Another sayılan tək isimlə işləyir, o da belə getdi. C və Y variantları qaldı. Və biz burada diqqət edirik ki, gördüyünüz kimi yenə deyir ki, mən məktəbə gedirəm 1-ci gün və 2-ci günlər. Həftə 7 gündür, 2 gününü gedir, yerdə qalır 5 günü. Və qalan günləri deyir ki, işləyirəm. Açıq-aşkar müəyyənlik bir vəziyyət var burada. Həftənin qalan 5 günü müəyyən olduğuna görə cavabımız C variantı olacaq. Yəni burada da yenə müəyyənlik bir vəziyyət hal var. Biz müəyyənlik hal olanda artıq the other-dən istifadə etməliyik. 13-cü test, the twins are completely alike. Bildiyiniz kimi twins əkizlər deməkdir. Əkizlər tamamilə bir-birinə bənzəyir. It is hard to distinguish. Bu çətindir fərqləndirmə. One from. Bəli. Burada görünüz isim gəlməyib. Və biz baxırıq ki, isim gəlməyibsə, normalda others və the others'ın sorağına gedilir. B və C. B mümkün deyil olsun ümumiyyətlə. C mümkün olardı, amma o halda deyəcəyik. Other və another ümumiyyətlə isimlə işləyib. Bunlar da getdi. Qaldı C və D variantlarımız. Bildiyiniz kimi bayaqlar qeyd elədik. 2 nəfərdən danışılırsa və birinə işarə edilirsə, burada cavabımız təbii ki D variantı olacaq. Amma cəm olsaydı, yəni işarəmiz cəmə, 2-dən çox, yəni üzrsən vahiddən çox nəfərə işarə olunsaydı, təbii ki biz orada the others götürə bilərdik. Ona görə cavabımız D variantıdır. Bəli, burada one
ikisindən birini dedi və from bir nəfər qaldı. Ona görə the other. Vahiddən yuxarı olduğum təqdirdə isə cavabımız C variantı olacaqdır. 13. She had an umbrella in one hand and a purse in. Diqqətli olun, buna baxın. Deyir ki, onun əlində var bir çətir. Bir əlində. In one hand. Və bir pulqabı and a purse in. Təbii ki, burada da cavabımız nə olacaq? Y variantı olacaq. Çünki ümumiyyətlə isim gəlməyib. Another, other bunlar isimlə işləyir. Others mümkün deyil olsun çünki müəyyəndir. Yenə dediyimiz kimi B və Y variantları qalır. Bir əl qaldığına görə cavabımız burada Y variantı olacaq və B variantını atacaq. Çünki bir ismə işarə etmək üçün biz the other'dan ancaq istifadə edə bilərik. Vahiddən yuxarı olduğu təqdirdə cavabımız B ola bilərdi. 14-cü testdə there is only one glove on the table. Ancaq bir əlcək var deyir masanın üzərində. Where is? Görürsünüz, iki isimdən əslində danışılır burada. Yəni əlcək bir cüt olur bildiyiniz kimi. Biri masanın üzərində də digərini soruşur. Digərini soruşduğuna görə other, another ümumiyyətlə isimlə işləyir. Bunları atırıq. The other üzr istəyirəm. The others siləcəyik. Bayaq dedik, səbəbi nədir? Çünki the others cəm, vahiddən cəmə işarə edir. Burada açıq-aşkar biz bir əlcəyi axtarırıq sualda. Ona görə others-da getdik. Çünki burada qeyri-müəyyən bir vəziyyət yoxdur ki, biz ora others verək. Bir əlcək məlumdur, digər əlcəyi axtarırıq. The other. Amma vahiddən yuxarı olsaydı, təbii ki, Y variantını verə bilərdik. 15. Finished? No, I have got 3 questions to ask. 15-də bəli, baxırıq. Deməli, 3 nöqtədən sağa gördüyünüz kimi bəli, rəqəmlə isim birlikdə gəlib. İsim olduğuna görə zaten other, the other gedir. Burada çaşdırıcı məqam questions'da olan S-dir ki, abituriyentlər tez other'ın sorağına geçsələr də burada heç vaxt azab mümkün deyil olsun. Səbəbini də indi bildirəcəyik. 3 questions 3 sual deməkdir və bizim cavabımız burada B variantı olacaq. B variantı olacaq. The other da işlənməyəcək ümumiyyətlə the other. Çünki ümumiyyətlə isimlərin qabağında belə rəqəm olan zaman ənazə işlənir və ənazə düzdür ki, dedik ki, sayılan tək ismə işarə edir, yəni sayılan tək isimlə işləyir, belə deyək, özündən sonra sayılan tək isim gəlir. Lakin rəqəm gəldiyi zaman 3 questions bir hesab edilir, yəni bir isim kimi götürülür. Çünki ənazə başqa bir əlavə deməkdir. Deyir ki, xeyr, mənim var daha bir yaxud əlavə 3 sualım soruşmağa. Deməli, ənazənin mənası əlavə daha bir mənasını verir. 3 questions burada sırf suallara ayrı-ayrılıqda baxmır sualda. Yəni 3 sual bütöv bir isim kimi gedir burada. Daha bir 3 sualım, daha belə deyək, əlavə bir 3 sualım da var. Ona görə biz burada B variantını götürəcəyik. 16. I want to stay for 3 weeks. Eyni 15 kimi bir sualdır. 16-da da ona görə rəqəm gəldiyinə görə ümumiyyətlə other atırıq. The others isimlərlə işləmir. Dediyimiz qaydaya əsasən belə cümlələrdə cavab həmişə ənazə olacaq. Çünki biz buna bütöv bir isim kimi baxırıq. Nəinki 3 həftə ayrı-ayrılıqda. I want to stay, mən qalmaq istəyirəm, daha 3 həftə, əlavə 3 həftə də qalmaq istəyirəm. Ənazənin mənası burada əlavə deməkdir, daha deməkdir. 17. Give me 10 minutes please. Yenə 17 də həminki qaydadadır. Görürsünüz, burada test bizə əslində öyrədir ki, belə rəqəmli hallarda biz ənazə verməliyik. The others. Atırıq, the other. Bildiyiniz kimi burada rəqəm var, ona görə cavab açıq-aşkar nədir? Ənazə, çünki əlavə daha mənasını verən burada ənazədir. Give me, mənə ver, daha 10 dəqiqə xahiş edirəm. 18 maraqlı sualdır ümumiyyətlə. 18-də gördüyünüz kimi they always helps one with homework. Əslində bu qarşılıq əvəzliyidir. Reciprocal pronoun deyirlər. İcazə one ənazə. One'u yuxarıda qoyub sizi çaşdırır. Heç bir yeni bir şey yoxdur. Əslində burada bundan əvvəlki dərslərdə danışılır bu barədə, testlər var.
və ona görə də açıq-aşkar burada cavabımız elə D variantıdır. One and other ifadəsi də bir-birinə, onlar həmişə bir-birlərinə kömək edirlər ev tapşırığında. Ona görə A, B, C və Y-lər getdi. Cavabımız D variantıdır. 19. Some people like politics, aren't interested in it at all. Maraqlı sualdır 19-da. Deməli, burada görürsünüz isim yoxdur, others atacaq. Another sayılan təqsimlə işləyir, yaxud həminki ifadələr kimi yuxarıda rəqəmlərlə atırıq. Və burada biz görürük ki, yazır, bəzi insanlar xoşlayır siyasəti, bəli. Və növbəti cümlədə aren't interested in at all. Başqaları və digərləri ümumiyyətlə maraqlanmır. Görürsünüz, burada cəmə işarədir, amma bu cəmə işarə olduğuna görə beyni də ümumiyyətlə atırıq. Cəmə işarə müəyyənlik deyil. Bəzi insanlar siyasətlə maraqlanır, başqaları isə ümumiyyətlə maraqlanmır. Biz burada başqaları, müəyyən bir toplumdan söhbət getmir. Ona görə the others-ı da atacaq və burada artıq qeyri-müəyyən olan others işlənəcək. Yəni başqaları, digərləri. O deyə bilərdi other people aren't interested. Və biz qeyd elədik, diqqət edirsə, dedik ki, other isimlə işlənir, amma onları isimsiz əvəz eləyənlər bunlardır others və the others. Yenə həminki qaydada you can practice your English by talking to. Siz deyir, ingiliscəni inkişaf etdirə bilərsiniz, praktika edə bilərsiniz by talking, söhbət etməklə. Baxın, 3 nöqtədən sonra isim gəlməyib, other atırıq, another atırıq və bu 3 variant qaldı. Biz görürük ki, burada digərləri ilə danışmaqla deyir, tərcümədən başa düşürük və cəm olduğuna görə ümumiyyətlə the other-ı da atacaq burada və müəyyən deyil, yəni vahiddən yuxarıdır, the other-ı atırıq və müəyyən deyil burada kimlərlə. Ümumiyyətlə deyirsiniz, digərlərlə, başqaları ilə danışmaqla ingilis inkişaf etdirə bilərsiniz və müəyyən toplumdan, müəyyən kəslərlə danışmadığına görə the others-ı da atacaq. Ona görə cavabımız A variantı others. Digər başqaları ilə danışmaqla hər kim olarsa fərq eləmir. Hər kim olursa olsun, biz burada artıq others verməliyik. Hər kim olursa olsun the others deyil. Cavabımız A variantı.